Sanitar otağında çalışın, çox oturmayın. Bunu sizə rektal prolaps və yaxud hemoroidə görə demirəm, sırf beyin xəstəlikləri baxımından bildirmək istəyirəm. Uzun müddət sanitar otağında oturduğunuz zaman beyinə gedən qan miqdarı azalır. Çünki qan əsasən gövdənin aşağı hissəsi və aşağı ətraflarda toplanmağa başlayır və ayağa qalxdığı zaman göz qaralması, bunun yanında baş gicəllənməsi müşahidə edilə bilir və oturduğu zaman hətta gücənmə hərəkətləri edirsə, bu zaman isə artıq döş qəfəsi və qarın boşluğunda təzyiq yüksəlməyə başlayır. Buna tibbdə Valsalva manevrası deyirik və bu ürəyə və beyinə gedən qan miqdarının ciddi şəkildə azalmasına səbəb olur. Ayağa qalxdıqda göz qaralma, baş gicəllənmə ilə yanaşı beyin idarə etməyini itirir deyə müvazinət pozulur. Yıxılırlar yerə, kəllə-beyin travması alaraq ciddi beyin qanaması kimi fəsadlara səbəb ola bilirlər və bu xüsusilə yaşlı insanlar arasında daha çox görürük. Ona görə bu insanlar çalışın sanitar otağına gedərkən qapını bağlamasınlar və bu da çünki yardımı gecikdirən başqa ikinci bir səbəb olmuş olur. Bir də başqa bir qrup insan var, xüsusilə gənclər arasındadır bu. Sanitar otağına gedərkən özləri ilə telefon götürürlər və orada uzun bir müddət oturmuş vəziyyətdə telefonda videolar izləyirlər, film izləyirlər hətta və bu qrup, yəni sanitar otağına telefonla gedən insanlara isə məsləhət görürük taymerdən istifadə etsinlər və bu taymeri 5 ilə 10 dəqiqə arası kimi bir vaxtda qursunlar, zəng çaldığı zaman sanitar otağını tərk etsinlər.